Salam əziz tələbələr. İkinci qrupların imtahanı yekunlaşdı. Birinci qrupların da imtahanı 14 gün. Deməli, tələbələr nə etməlidir? Bu vaxt ərzində balını artırmaq istəyənlər, yaxşı nəticə göstərmək istəyənlər. 1. Sınaq testləri işlə. Hardan işlə? Fərq eləməz hardan işlən işlə. Normal olsun testlər, kifayətdir. İşlədə bilərsən. Bizim testləri. 50 dənə sınaq burada var. Normal testlərdir. Yararlıdır. İşlədə bilərsən. Əvvəlki illərin qəbuluna düşən, burada 500-dən çox test var. Düzdür, 14 günə 500 testi yazan deyilsiniz, amma hər halda əvvəlki ilin qəbulları 1992-dən bu yana hamısı var. Hamısını işləmək lazımdırmı? Yox. Mənə görə son 7-8 il işləsəz kifayətdir. Sınaqları işlədikcə test-test səhv elədiyi mövzular var. Görsən sinusu səhv eləyirsən, sinusu təkrarla. Görsən integralı səhv eləyirsən, integralı təkrarla. Sonra isbatlara fikir ver. Bizim düzdür kitabımızda baxın, burada problem nədir? 27-yəcən hamısında isbatla gedib, son 23-ündə isbatsız gedib. Onların hər birinə əlavə öz proqnoz isbatlarımı əlavə edəcəm. Onları da işləyirik. Bundan sonra sizin imtahan nəticələriniz bəlli olmamışdan qabaq artıq təqribən hiss eləməlisiniz ki, durum nədir və başlamalısınız ya da başlamamalısınız ikinciyə hazırlığa. Yəni, məsələn, kimsə 670 yığıbsa, artıq hiss edir ki, 670-i var. Onun ikinciyə girməyin mənası yoxdur elə də. Ancaq tutaq ki, kimsə 610 yığıb, amma daha yüksək nəticə istəyir, hə, o girir. Kim ki, tutaq ki, kimya ilə gedib 350 bal yığıb, gücü elə 350 bala idi, ikinci tura hazırlaşıb boş-boşuna vaxtını aparmır. Onsuz da gücü o qədərli idi. Növbəti addım. Son günlərdə nə etməli? Deməli, uşaqlar, yorğunluq ciddi təsir edir, bütün nəticələrə ciddi təsir edir. Mənə də təsir edir. Mən bunu hər dəfə özümə düzdə əsəbləşirəm arada ki, Süleyman, niyə zəif nəticə göstərirsən, amma yorğunluğun təsiri qaçılmazdır. Yəni, burada hardan hiss eləyə bilərsən yorğunsan? 1. Başlamısan testlərdən iyrənməyə. Belə pis çıxmasın, görürsən ki, sən o testi heç belə baxmaq belə üzünə istəmirsən. Bu artıq yorğunluğun işarəsidir. Ancaq bunu aradan qaldırmağın yolu nədir? Bütün sosial şəbəkələr hamısını dayandırırsan. Sosial şəbəkələr dayanır. Gəzinti, düz 2 dəqiqədən bir yağış yağır, amma günün altında gəzinti. Sonra İdman, istənilən yüngül məşqdən gedib boksla məşğul olmursan. Yüngül idman və testlər. Hər fəndən günə 2 dənə test, ümumi 6 test, 6 saat günə işlədin, kifayətdir. 1-2 saatda onların müzakirəsinə baxdın öz müəllimlərinizlə, bəsdir. Qalan vaxtı da dincəlmək, nə baxımından aktiv dincəlmək, idman, gəzinti. Bunlara yönləndir. Vaxtınız bir daha təkrar olmayacaq. İkinciyə artıq çıxan kimi qərar verməlisiniz ki, mən ikinciyə hazırlaşıram, yoxsa yox, çıxan kimi. Soruşsun niyə? Biri 5 iyuldur, biri 12 iyuldur. İkinci qruplarla artıq başlamışıq, birinci sınaqlarla başlayırıq. Sonradan dərs şəkildə də ayın 8-dən başlayacaq. Yəni, ikinci qruplar artıq başlayıb biz ilə. Birinci qruplarla da sınaqlarımızı yazırıq. Hər birinizə uğurlar əziz tələbələr. Vəssalam.